Amma Səfa Mehdi, brat, mən buna hazır deyiləm. Kimdir bu? Şair qaqa. Hə. Ha, stand-up eləyir o. Eləyibmiş, brat. Hamı stand-up eləyir Bakıda, brat. Yəni məşhur oldu Səfa- stand-up eləyə bilirsən də, yəni Səfa avtomatik Mehdi qabiliyyət. stand-up eləyir, brat. Məncə biz bu dəqiqə gizli bir xəzinə Mən şeylərdən gözləyərdim stand-up'ı da. O komedik, nəmi Vine zad eləyən qaqaşlar var nəmi Əlidir, Keçəl qaqaş. Əlidir onun adı, yoxsa nədir onun adı? Kim, brat? Əlixan. Əlixan zad elə uşaqlardan gözləyərdim də. Yəni hələ kimi elə adamlar stand-up'ı görməmişəm. bəlkə var, bəlkə yoxdur, bilmirəm. Yəni də bu yəni biraz Amma brat, Səfa Mehdinin stand-up eləməyi bir dəqiqə indi. bu abi özdə 7 dəqiqə hər adamın işidir. Hər adamın işidir, brat. Hamınızı salamlayıram. Salam, Axşamınız sağ xeyir ol, olsun. Hamınız xoş gəlmisiniz. Bax bu nədir? Bu oğlanların başına gələn, bilmirəm, hamının başına gəlib də o ciddi söhbət edirsən, birdən-birə səs çıxır. Yəni qızla ciddi söhbət edirsən, əzizim, bilirsən, mən sənin üçün hər şey hazıram. Yəni sən mənim üçün hər şey hazır deyilsən. Yəni buradan birindəki ciddiyyət yoxdur da. Yəni gedirsən qızın atası ilə görüşürsən, deyirsən ki, Şakir müəllim, mən qətiyyətliyəm fikrimdə. Mən qərar verdim ki, sizin qızınızı alacağam. Yəni sən birinci özünə əla al. Sən nə ləzzət eləyir mənə? Amma səmimi məzələnmir. Özü daha çox əylənir də bu dəqiqə. Özü bu dəqiqə çox əylənən özüdür. Yəni. Bu dəqiqə. Yəni özü həqiqətən yəni sevir də öz elədiyi zarafatı. Elə ləzzət edir. Amma respekt. Bu adamın zaten yəni ki, buralara qədər gəlmək stand-up Bakudan danışmıram. Yəni olduğu səviyyəyə gəlmək, məşhurluğu zaten yəni ki, özünə olan güvənidir yəni. Öz işinə olan güvənidir. Heç nə olmasa da öz işində deyir. Mən çox bomba söhbət edirəm. Başa düşdün yəni. Hətta gərək o ola da, yəni müəyyən dərəcədə yəni biraz istəyirsən o şeylərə. Nə deyirlər ona? Blind confidence. Ola bilər. Yəni çor-çorana özgüvənlik. Çoranə özgüvən. 100% nə deyirlər bura. Demirlərsə də bundan sonra din xahiş edir. Bəli. Yəni, bu adamı yavr eləməyin. Qızla alırsan. Nə atak eləyəcək kommentdə. Ya da belə romantik olmaq istəyirsən, əzizim, mən sənə görə dünyanı xilas edərəm, mən sənə görə hər şey gedərəm, sən mənim canımsan, gülümsən, çiçəyimsən. Yəni nəyim? Çox uzatdı. Çox uzaqdır. Aysa bu 2 dəfə elədi fisioji qoymadan qırağa. Amma yenə də indiyə kimi olanlardan görürəm ki, yəni rahat hiss edirdi özünü elə bir səhnədə. Özünü rahat hiss edir hə, brat. Bu şou adamıdır zaten bu. Şou adam, adamdır yəni. aysa. Sən çiçəyim. Yəni sən mənim çiçəyimsən. Bu Təsəli 7 dəqiqən çox var. oğlanlara bax. Çəksən qabağa belə. Dinozavra dönüb də belə biliyorsunuz. Get-gedə yəni daha incələşirdi səs. Qızların başına gəlir. Yəni mən buradan sual vermək istəyirəm. Yəni təsəvvür et qızlarda olsaydı necə olardı? Əksi olardı da. Yəni qızla görüşmüsən deyir ki, əzizim, mən sənin üçün elə darıxmışam ki, bəlkə məni öpəsən. Yox. Mən səni öpmək istəmirəm. Ya da biz bu qədər müddətdir tanışıq, bəlkə evlənək. Yox, mən səninlə evlənmək istəmirəm. Yəni bu evlilik demişkən ətrafındakı hər kəsin niyə evlənmirsən deyib sual verib qurtardı artıq bu level. İndi keçmişik variantlara. O gün bibim gəlib bizə. Bibim mənə deyir ki, bala, qurban sənə. Bəlkə qız tapa bilmirsənsə, bibin sənin üçün qız tapsın. Bibi, sən Sherlock Holmes'san, sən agent 007-sən, sən dedektivsən. Yəni bu bibi mənə bir dəfə ayaqqabı tapmışdı. Ayaqqabı. Bu ayaqqabı o qədər balaca idi ki, mən bir ömür boyu bu ayaqqabını geyəmədim. İndi həmin bu bibi, bu ayaqqabını alan bibi bu qızı mənə alsa, bir ömür boyu bu qız məni sıxışdıracaq. Yəni istəmirəm. Gördü ki, bibi alınmır. Potensial var amma sən necə yenə deyirəm pişirməyib də bura. Pişirməlidir. Zarafat pişmir. Sən ortada şey var ya, konsept var. Mən bura zarafata gülmədənsə bibiyə pis oldum. Heç yəni niyə niyə şey verir? Yazıq bibi yəni də bala şey eləyir. Bala sən ayaqqabı almışam. Mən bunu geyəm. Bibi rədd ol. Ayağımı sıxdı. Sən aldığın qız da bir razmer balaca olacaq. Ayso, o da məni sıxacaq. Nə danışırsan oğul? Nə sıxmaq? What the fuck? Bibi buna baxıb məncə pis olub yəni. Zarafası bibi şey yazır, mamasına yazır da. O bir də bizə gəlməsin. O da bir də bizə Yedi gün gəlməsin. sənin yemələr haram boğazında qalsın. Sən verdiyim süd zadı, ha? Bib, nə? Heç nə. Böyük ihtimal ki, bibi ümid eləyirəm ki. Başqa variantı keçdi. Bibi gəldi deyir ki, bəlkə sevdiyin qız var, onu sənə vermirlər. Get onu qaçır, gəl. Bax, adamı niyə qaçırasan? Bibi hər şey eləyib də sənin üçün də bura. Bibi, yəni, sən Zarafası bibi sən yəni dalında durub kimisə, bəlkə sevirsən kimisə, sən bəlkə valideynlər vermək istəmir. Mən arxanda dayanmışam, qaçır qızı biz həll eləyəcəyik. Yəni dala. Bundan daha yaxşı prat. Bu da çıxıb bibisi ilə məzələr. Çıxıb bibisi ilə. Belə bir bibi yəni. Bibim belə. Yox, kim
kimə bu dəqiqə elə dəstim? Sən misal üçün desə qız qaçırtmısan, gəl bizdə qal məsələn. Qız bizdə qalsın, deyərəm ki, sən bu dəqiqə su qalayar. Bu dəqiqə zəng eləyərəm ki, mama, mən heç qız qaçırmayıb özüm gəlib qalsam, yenə su qalayar. Mənə də şey. Mən getdim, təsəvvür edin ki, bir qızı oğurladım, qaçdım, gəldim. Sabah mən bu qıza desəm ki, mən səndən uşaq istəyirəm. Bu deyəcək ki, qonşuda 2 dənə qəşəng uşaq var. Onlardan birini oğurlayaq. Oğru olan sənsən də, qız deyil ki, yəni. O, düz deyirsən. Safas qızı niyə qatırsan söhbətə? Nə bilim valla. Qızı bu hamı pis çıxardı bura. Özündən başqa hamı pis çıxardı. Bu zarafatı bilsən necə bağlaya bilərdim? Məsələn, eyni bibi gəlib deyir ki, bəlkə sənin uşağın olmur, qonşuda uşaqlar var, get qaçır, gəl arxandayam məsələn. Daha gülməli olmalı. O daha yaxşıdır. O daha davamlı. Ay sağ ol. Yoxsa sən qızı bir damcı 5 saniyə fikirləş. 5 saniyə fikirləşəndə zarafata daha Ay sağ cook da cook elə pişirməlisən bura, zarafat pişməlidir. Amma oturmuşuq burada elə bir 10 ilin stand-up elə. Bura yəni izləyici olaraq da amma yəni review eləyirlər. Bəli. Özün eləməli deyilsən ki, qardaş. Söz var da deyir ki, yumurtanın deyir yaxşısını pisindən ayırmaq üçün yumurtlamağa ehtiyac yoxdur da yəni. Wow, brat. O hər yerdə işlədəcəm bundan sonra. Promoy bilə tweet. Bizim bir qonşumuz var, Pakizə xala. Bu, yəni super bəxtli adamdır da 4 dəfə evlənib, 4 dəfə. Yəni bilirsiniz də evlilik, yəni evli adamlar bilir də tanışdıq, nə bilim danışmaq, evə gətirmək, ötürmək, 1 gün, 2 gün, 3 gün danışmaq, ailənin tanışı, həri, toy, nişan, yəni bu qədər şeyi 4 dəfə keçib. 4-cüdən Pakizə xala boşanıb, təzədən 1-ci ilə evlənib. Birinci ilə evlənəndə 3-cü, 2-ciyə zəng vurub ki, ehtiyatlı ol, Pakizə 2-ci qrup gəlir. Belə zarafatın brat gedişatını çox uzatmasaydı, yəni yox, qəşəngdir. Gedişatı biraz çox uzanır. Bilirsən necə? Çünki yəni şey gözləyir orada. Bax 4 dəfə evlənib, 1-ci, 2-ci, 1 gün, 2 gün, 3 gün. One eternity later. Abi o tema oldu hepsi. İstəyir ki, orada nəsə bir reaksiya alsın, yəni. Görür ki, almır, davam et. Tema bilsən nədədir? Bu adam hər dediyi sözə belə özü reaksiya verir. Ayso. Yəni bu özü çox əylənir. Özü hamıdan çox əylənir. Bu əslində bu reaksiyanı kayna punchline-da özü eləməlidir ki, cəmaət də başa düşsün ki, hə buradır da elə bildi. O da cəmaətə kömək eləsin ki, hə zarafatı burada eləyirəm. Başda bu hər yerdə eləyir. Mən elə bilirəm hələ də zarafatını eləyir də başda. Pakizə xala evlənir 1 dəfə, 2 dəfə, 3 dəfə, 1 gün, 2 gün, 3 gün, 4 şəkər bura, baklava, isti qoğu, bəhbə, şirin qoğu. Ay sağ ol. Yəni biraz oturmalıdır elə. Bura bu şeydir, düzgün master class stand-up'da. Biz yəni bunların səhvlərindən özümüz öyrənsək. Eynən. Başqa superdir. Amma zarafat maraqlı idi. Xüsusi estetik əməliyyatlara qarşı deyiləm, əladır. Yəni gözəl görsənsə əladır. Belə bir qızlar var, biri var dodağını biraz qaldır. Bu dodağı burdandır. Dodağı böyükdür, sinəsini böyüdür. Yəni evə girir, birinci sinəsi girir, özündən sonra 3 dəqiqə özü girir. Sonra da arxası girir. Yəni bu Abi, yəni tamam sinə niyə deyirsən? Məməş dinəndir. Sən yəni review'un budur. Üzr istəyirəm, sən davam elə. Okey, zarafat var. Qızın deyir, bəzinin dodağı bura, bunun dodağı burdandır. Yəni o yüksək səslə belə eləyib deyəndə gülməli olmur. Zarafat yoxdur orada. Ayso. Həm də yəni yenə sinə deyirsən. Məməş dinəndə. Kimi qədər böyük. Bu bilirsiniz nəyindədir? Bu motivatorlar var, xüsusi motivator. Sərhədləri qırın. Beyninizdəki sərhədləri qırın. Yəni bu qızlar səhv başa düşür. Bu o həmin sərhəd deyil. Bunu qırmaq lazım deyildi. Yəni sən əgər bunu eləmisən ki, evlənəsən, sabah sən bir oğlanla üzbəüz çıxanda həmin qardaş başa düşəcək ki, sən çoxdan sərhədləri aşmısan. Bu iş TED Talk-a çevrildi də yəni. Abi bu konkret artıq Facebook, Twitter postu kimi oğlanlar bilir ki, səni yəni də. Yəni o jana çevrilir də yəni. Hə, də əməliyyata girmisən, əli dəyib də kişər dəyib. Nə olsa əməliyyata yenə sən çoxdan yəni sən nələrsə yaşanıb. Yəni okey, adam. Yəni preach eləmədən, yəni zarafat deməyə gəlmisən də. Yəni bax orası biraz xoşuma gəlmir, yəni. Şeyə çevirirlər. Dərsə çevir. Dərs nədir yəni? İdeologiya və minyenyağı, yəni çıxıb şey eləyə bilərsən, stand-upda deyə bilərsən. Mən buna qarşıdayım, gülməli olmalı. Ayso, gülməli. Onun teması ordadır da. Ayso qəşəng onu absolut eləmək olar. Amma gülməli olmalıdır ki, cəmaət güləndə desin ki, okey, şey elədim mən. Okey, güldük. Ayso, güldük. Davam elə. Yaxın güldük. Dolu bir xanım mənə yaxınlaşdı ki, Səfa bəy, olar sizinlə şəkil çəkdirim. Fat shaming bro. Olar.
dedi, şəkil çəkdirəndə necə olur? Adam əlini qoyur belə, bilmədən qoyur belə əlini. Mən belə əlimi qoymuşam, birdən bu xanıma zəng gəldi. Telefonu götürən kimi belə elədi. Mənim əlim qaldı ətinin arasında belə. Belə elədim. Gördüm ki, nəsə çıxmır. Dedim, xanım, üz üstdən bu telefonu qoyun bu tərəfə. Mən bir dənə əlimi götürüm. Sonra nə istəyirsiniz, şəkil çəkdirək. Dedi, ehtiyac yoxdur, Səfa. Bax, Səfa. Mənim adım çox rahatdır, düzdürmü? Səfa. Yəni 4 dənə hərfdir. Səfa. Bu kofe yerlərində ad yazırlar. Niyə həmişə onu səhv yazır? Keçid tamam. Bratan. Wow. Ne ADHD keçid tamam. Qadın deyir ki, heç problem deyil. Mən kofe alıram. Nə baş verdi Allah. Məncə şeyə düşdü biraz. Heç güldülər orada, heç mən bilmirəm. Başa düşmədim. Məncə biraz panikaya düşdü ola bilər. Şeydə ki, tez keçim. Qardaşın əli ətə çatdı, ondan sonra Fucking ət. Birinci elə şey olmuyor. Lap olsa belə. Fucking. Ondan sonra kofeyə keçmək. Dolu xanım yaxınlaşdı, şəkil çəkdirək. Əlim ətin arasında. Əlim ətin arasında var. Nə demək istəyirsən sən burada? Dolu xanım mənə şəkil çəkdirmədi. Sonra əlim ətin arasında qalır. Hansı ətdə bu belə? Belə bir ət burada var imiş. Burada ət var imiş. Prosta belə bir amma zarafatın poxunu çıxarıram prosta da yəni. Görə məntiqən uyğun gəlir belə eləyəndə. Ət əmələ gəlir amma onu çıxara bilərsən rahat oradan yəni. Yəni çox belə qəliz bir şeydir. Aymir də John Bless Destroyer. Aymir də John Bless Destroyer nə? Aymir də Dolu xanım Destroyer. Biz əlimizi nə ətlərdən çıxarırıq? Kofe yerlərində ad yazırlar. Niyə həmişə onu səhv yazırlar? Mənim adımı bir dəfə FIFA yazmış. Orada belə kofe hazırlanan belə FIFA. Mən onun kimdir bu siqnal verir? FIFA nədir bu? FIFA. Yəni deyirsən mən özü kayf eləyirəm. Özü açılınca. Bu dəqiqə bəyənir. Bu zarafatlar əla zarafat. Belə adamda belə özgüvəni olanda, yəni heç adam vecin olmaz, yəni heç kim gülmür. Yəni çıxıb rahat danışırsan, özün əylənirsən, sonra düşürsən də, yəni zordur da bura. Bomba kimi, plastik. Oturub Starbucksda. Mənim adıma Səfa yerinə nə yaza bilər? FIFA. Özü siqnala oxşayır. FIFA. Oy da genius. Super zarafatdır. Deyəcəm ki, oy da siqnala oxşayır. FIFA. Bir də WhatsApp qruplarından danışacağam çox qısa. WhatsApp qrupları var, belə çoxlu orada adamlar var, 16 nəfər zat. Yəni orada bir mövzu atırlar. Sən orada mövzunu danışırsan da. Orada daha çox əylənirlər onlar. Nəsə söhbət. Burada ona deyəcək, elə özləri üçün devcillər daldı da heç class. Bu dəqiqə biz idi, hə? Aysən dalda durur, mırtdaşırlar özləri üçün. Online'da bir dənə başqa qız var. Oradan sənin beynini deşir. Yəni online'san. Yazmırsan. Tanışdı. Yenə girmisən, yazmırsan. Elə bildi ki, ona gülürlər. Hayda, fikir verdim bura. Onlar o kapla şeylədi. Kapla dedi, hə. Kapla elədi bura. Wow, very sad. Onlar da hə. Danışdı. Bax burada oturublar, bax görürsən? Okay. Tam baxdığı yerdə oturublar. Sizdə məndəliyəm. Gəlsin musiqi. Hə, bura. Novruz özəl. Səfa. Səfa Mehdi bura. Yəni şeydir, yəni o birisi baxdıqlarımıza nisbətən. Ən pis şey odur ki, yəni ki, Səfa Mehdi digərlərinə nisbətən daha maraqlıdır. Şeydir də, bar in hell da yəni. Gözləntilərimiz çox aşağıdır. Amma yəni bu adama mən heç nə demək istəmirəm çünki bu adam mən inanmıram bunun üzərinə çıxsın. Nə mənada üzərinə çıxsın? Yəni ki, bu adam sadəcə zaten düşünür ki, bu zirvədədir, topdadır da yəni. Ha, ay sol, ha, okay. İnanmıram bunun üzərinə çıxsın. Ona görə də heç nə demək istəmirəm. Səfa Mehdi. Səfa Mehdi deyib keçəcəm. Səfa Mehdi. Məncə ən böyük problem prosta bura çıxanlar məncə şey eləmir. Bilirsən necə? Bax, buradakı məsələn stand-upperlərdə, düz demirəm. Bunlar gedib, məsələn təzə zarafat yazanda. Onu neçə dəfə cəmaatın qabağında eləyirlər, sonra gedib böyük kütlə qabağında eləyirlər də. Düz demirəm, yəni o yenə bişirmə prosesi. Bizdə elə yer yoxdur axı. Bizdə ya da elə eventlər falan yoxdur. Ona görə bunlar elə yazır promo. Birbaşa efirə. Çox şeydir, yəni. Lüboy adam yəni birinci yazdığın ən yaxşıları yox da, yəni normal insan birinci yazdığını götürüb promo efirdə şey eləsə, əlbəttə ki, yəni yaxşı çıxmayacaq. Yəni Azərbaycanda düzdür. Yəni ki, stand-up barlarını məncə biz bir 3 ildə çəkməyək bunu. Bu Azərbaycanda stand-up biraz da formal. 3 il sonra təzədən yoxlayaq. Görək nə olur.